Qaradağ rayonu Ələt qəsəbəsinə gedirik. Həmin o Ələt qəsəbəsidir ki, Ələt rayonunun içindədir. Rayon da nə boydadır ya, bilirsiniz də, ən böyük rayonlarımızdan biridir. Yəni Bakıya yaxın olanlardan. Şıxlar kəndi var orada. Çox gözəl adlı Şıxlar, işıqlardandır. Birinci hərf yeyilir həmişə. Demək 50 ildir ki, burada demək qəsəbə salınıb, amma zibil qutuları yoxdur. Məişət tullantılarını kənd sakinləri götürürlər, yığırlar bir yerə, dağılmasın, külək dağılmasın deyə. Bakının dəli küləyi pərən-pərənə salıb daha ətrafı da çirkləndirməsin deyə od vurub yandırırlar. Neynəsin vətəndaş, neynəsin? Ovcunda saxlasın, evində saxlasın, neynəsin? Yandırır. Baxın, görün hələ orada necə antisanitar vəziyyət var. Ləman Quliyeva danışacaq. Bakı Küləklər şəhərində bu zibili bütün küçələrə yayılır. Zibillik burada, ancaq bəlkə də bir nə qədər yerə yayılır. Bir dənə var. 200-300 metrə bu zibil yayılır. Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar kəndi adlandırılan ünvandayıq. Sözü gedən ünvanda yaşayan sakinlər artıq illərdir ki, məişət tullantıları üçün nəzərdə tutulan qutuların olmamasından əziyyət çəkir. Sakinlər məişət tullantılarını çarəsizlikdən ya hara gəldi atmalı, ya da yandıraraq məhv etməli olur ki, bu da ərazidə antisanitar vəziyyətə səbəb olur. $20 ildə məcburi zibilli kimi buranı seçmişik də. Zibilli də tökürsən bura, yayır, təzədən küçədən yığıb yenə gətirib atır. Çox vaxtda yandırır o, yəni topalanır üstə yandırır. Bunun iyi, bunun qoxusu, sonra bunun antisanitar vəziyyət baxımda görün nə vəziyyətdir. Qutularımız yoxdur, zibil antisanitар vəziyyətdir. Zibilləri atırıq bura, məcburiyyətdən yandırırıq. Çünki yandırmasaq üst-üstə yığılır, daha da yayılır əraziyə. Külək olanda ətrafa yayılır və bütün hər yer olur, zibil, salfa, hətta trasa qədər gedir. Ərazidə məişət tullantıları üçün nəzərdə tutulan qutunun olmaması səbəbindən elə yeridiyim hər 100 metrdən bir antisanitar vəziyyətlə rastlaşmaq mümkündür. Gördüyünüz kimi hər yerdə məişət tullantıları var. Yandıqdan sonra iyi götürür aləmi. Belə həyətlərdə bazada zirzibil, külək əsən kimi. Burada uşaqlar oynaya bilmir. Həm antisanitar vəziyyətdir, həm də itlər, burada vəhşi itlər olur, quduz. Uşaqlar tutar deyə valideynlər də qorxur ki, küləyi də götürür buranın ərazisini yaman günah alır bu vəziyyətə. Sakinlərin sözlərinə görə elə bu məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara, Ələt qəsəbə bələdiyyəsinə müraciət etsələr də dərdlərinə çarə tapılmayıb. Ləman Quliyeva, Cavad Cəfərov. İndi məsələ ilə bağlı bizim açıqlamamız var. Burada diqqəti nəyə cəlb edirəm? Baxın, görün ki, nə qədər dolğun cavab göndərib bizə. Demək, Namizəd İsmayılov da Qaradağ rayonu Mənzil Kommunal Təsərrüfat Birliyindən səs göndərib, açıqlama verib bu məsələ ilə bağlı. Açıqlama bizi qane eləyirmi? Yəni, daha doğrusu vətəndaşı qane eləyirmi? Eləmirmi? Sadəcə olaraq səbəbi deyir ki, nəyə görə demək yoxdur orada zibil qabları. Amma istənilən halda, düşünürəm ki, qane eləmir vətəndaş, amma istənilən halda başqa dövlət qurumlarına, daha doğrusu dövlət qurumlarına bu bir nümunədir ki, açıqlamanı necə göndərmək lazımdır. Tam olaraq aydın problem nədən ibarətdir və nəyə görə biz bunu eləyə bilmirik? Yoxsa bizə ümumi ki, belə yazılar göndərirlər, keçmiş o Ulduz jurnalındakı kimi belə palaz-palaz yazılar, mənasız, məsələyə aid olmayan ümumi açıqlamalar göndərirlər. Baxın, görün hələ Namizəd müəllim necə açıqlama göndərib. Şıxlar qəsəbəsində bütün yəqin yol boyu baxa bilərsin. Qəsəbənin hardasa da 100-ə yaxın zibil yeşiklərimiz var. O cümlədən 61-ci kilometrə qədər bizim zibil yeşiklərimiz. Bir dənə elə sual verərdiniz, xidmət haqqı ödənilir ya yox?
Yəqin ki, sizin sualınıza cavab verərlər. Bir xidmət haqqı ödənilmədən daimi də öz təzə zibil yeşikləri yol boyu yerləşdirmişik. Ancaq Mənzil Kommunal bu günü Bakı şəhərində bütün xidməti zibilin daşınmasıdır, təmizlikdir, məhəllələrin süpürülməsidir. Bütün işlərə xidmət göstərən Mənzil Kommunal təsərrüfat sahələridir. Mənzil istismar sahələrinin zibilin daşınmasıdır. Qurumlar hamısı əhalidən yığılan vəsait hesabına xidmət göstərir. Ancaq bu günü Qaradağ rayonunda 20% ümumi fərdi yaşayış evlərindən söhbət gedir. Elə qəsəbələr var, 100% heç bir xidmət haqqı ödəmir. Ancaq biz ona baxmayaraq xidmət göstəririk. Baxın, bu 61 məişət tullantısı qutusundan bu yer, demək, Ələt qəsəbəsi Şıxlar kəndi öz nəsibini almayıb. Bax, bu vəziyyətdə yaşayır tullantıların içində. İndi mən Namizəd müəllimin açıqlamasını çox bəyəndim, çox geniş danışdı. Amma indi bu insan burada işləyir də, əlindən gələni deyək ki, eləyir, açıqlaması bu yöndədir. Bu mənzil istismar sahələri niyə var? Nəyə görə onlar hələ də var? Nəyə görə hələ də icra hakimiyyətlərinin nəzdində Qaradağ rayon, istənilən Yasamal, Bakı şəhər, Mənzil Kommunal Təsərrüfatları Birliyi, mənzil istismar sahələri nəyə görə hələ də mövcuddur? Biz bunu hələ 2015-ci ildə, ondan əvvəl də eşidirdik ki, bunlar ləğv olunacaq. Çünki bələdiyyələr var da. Bələdiyyə varkən bunlar niyə lazımdır? Çünki mənzil istismar sahələri öz vəzifəsini yerinə yetirə bilmir, bələdiyyələr də yerinə yetirə bilmir. Açıq deyək də bunu. Ya bu qalmalıdır, ya da o qalmalıdır. İndi iki tirəli qalıb, kiminsə sahəsi budur, kiminsə sahəsi odur. O deyir pul yığa bilmirəm, bu deyir pul yığa bilmirəm. Pul yığan da xidmət göstərmir, yığmayan da xidmət göstərmir. Bir məsələ də var da burada da. Ödənişi yığırlar, belə bax, qapıdan, əlbəəl. Akşi, mən nə bilim, sən hara aparırsan mənim pulumu? Bir dənə qəbz verir, məsəl üçün. Hara aparırsan bunu? Hansı dövrdür, daş dövrüdür, biz nə Neandertalıq, nə, niyə sizin bir saytınız yoxdur, niyə sizin ödənişlərinizi onlayn eləmək olmaz ki, şəffaf mən görüm ki, hə, bu doğrudan da qurumun balansına oturdu. Niyə mən bunları görmürəm? Ona görə də heç kim ödəmək istəmir. İndi hamı çox gözəl hər şeyi başa düşür ki, məsəl üçün, kommunal xidmətlər var, Azərişıq, Azərsu, iri şəhərlər, Azərqaz, hamısı onlayndır. Ödürsən, gedir. Bilirsən ki, sənə nə qədər gəlib. Bunu eləyin onlayn və vətəndaş da bilsin ki, niyə ödür, hara ödür. Və yaxud da ki, hətta xərcləri də baxın, deyin ki, büdcəmiz bu qədərdir bizim, bu qədər yığımımız var və biz filan yerlərə ödəmişik. Filan işləri görməmişik. Bura bu qədər gedib, bura bu qədər gedib. Sement tökürsünüzsə, onun kisəsinin pulunu yazın, fəhlənin pulunu yazın ki, budur. Və insanın, vətəndaşın sizə etibarı artacaq. Siz ödəniş yığmaqda çətinlik çəkməyəcəksiniz. Təbliğat işini apara biləcəksiniz. Bir nəfərin qapısını döyüb deyə biləcəksiniz ki, bax, məndə bax, bu var. 3 manat ödəmək lazımdır. O qədər də böyük bir şey deyil. Amma sənin küçən yaxşı olacaq, bu olacaq, o olacaq. Bunu sadəcə olaraq eləmək lazımdır. Marağınız nədən ibarətdir ki, bunu eləmirsiniz? Bax, maraq nədir? Maddi maraq nədir ki, bunu eləmirsiniz?